Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə ibtidai sinif müəllimləri üçün yuvarlaqlaşdırma bölməsi üzrə 20 suallıq sınağın izahını verəcəm. Zəhmət olmasa ilk növbədə videomuzu bəyənməyi və ətrafınızda olan digər insanlarla paylaşmağı unutmursunuz. İlk növbədə dostlar bildirim bizimlə müəllimlər işə qəbulu, müəllimlərin sertifikasiyası imtahanına hazırlaşmaq istəyən ibtidai sinif müəllimləri 055 239 20 41 WhatsApp nömrəsinə yazaraq dərslərimiz barədə detallı məlumat əldə edə bilərlər. Biz isə vaxt itirmədən birinci sualdan izahlara başlayırıq. İlk növbədə siz videonu saxlayaraq özünüz müstəqil formada sualın cavabını tapmağa çalışırsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı da müəyyən edə bilərsiniz. Birinci sualımız belədir. 649.583 ədədini minliklərə qədər yuvarlaqlaşdırın. Alınan ədədin sonunda neçə sıfır var? Ədədi minliyə qədər yuvarlaqlaşdırmaq üçün minliklər mərtəbəsinin altından xətt çəkmək lazımdır. Əvvəlcə ədədi burada biraz böyük formada yazacağam ki, daha rahat şəkildə hamınız görəsiniz. 649.583 təqribən bərabərdir. Minliklər haradır dostlar? Təklik, onluq, yüzlük, minlik. 9-dur. 9-un altından xətt çəkirəm. Altından xətt çəkdiyimiz rəqəmin sağında olan ilk rəqəmə, yəni 5-ə baxıram. Bildiyimiz kimi 5-dən 9-a qədər olan rəqəmlər özünün solunda yerləşən, başqa sözlə 9-u bir vahid artıracaq. Bəli, 5 9-a 1 vahid kömək edəcək. 9 özü çevrilib olacaq 10. Amma biz 10 adlı rəqəm tanımırıq. Yəni 9 özü çevrilib 0 olacaq, o 1 vahidi atacaq özündən qabağa. Başqa sözlə bu ədədimiz olacaq 650.000. Yəni bu hal xüsusi haldır. Diqqət yetirmək lazımdır. Bir daha izah edirəm. Normalda bu bir vahid bura ötürürdü. Amma burada artıq biz həmin o bir vahidi yerləşdirə bilmədiyimiz üçün bu özü 0 olur və bir vahid özü də qabağa atır. Yəni 649.583 ədədini minliklərə qədər yuvarlaqlaşdırdım. Cavab oldu 650.000. Bu ədədin sonunda, yəni alınan ədədin sonunda neçə sıfır var? Gördüyümüz kimi 4 dənə sıfır alırıq. Düzgün cavabımız A variantına uyğun gəldi. İkinci sual. Yuvarlaqlaşan zaman 7000 alınan ən böyük ədədin rəqəmləri cəmini tapın. Bunun düsturunu bilməlisiniz. Konkret düsturu var. Əgər ədədin sonunda 3 dənə 0 varsa, ən böyük ədədi tapmaq üçün üzərinə 499-u gəlirik. Yəni düşünmürsüz 7499 olur. Bunda rəqəmləri cəmini tapmaq üçün 7-nin üzərinə 4 gələndə 11 edəcək. 9-un üstə 9 gələndə etdi 18. Sonra bunları cəmləmək lazımdır. Olacaq 29. Düzgün cavabımız ikinci sualda A variantına uyğun gəlir. Üçüncü sual. Yuvarlaqlaşan zaman 30.000 alınan ən kiçik ədədin rəqəmləri cəmini tapın. Yenə eyni qayda üzrə düsturu bilmək lazımdır. Burada ən kiçik ədədi soruşur. Sonunda 4 sıfır var. Sonunda 4 sıfır varsa, yəni 10 minliklərə qədər yuvarlaqlaşdırılıb və ən kiçiyi tapmaq üçün 5000 çıxmaq lazım olacaq. 30.000-dən 5000-i çıxıram, olur 25.000. Bunda rəqəmləri cəmi 2-nin üstə 5 gələndə olur 7. Sıfırlar zaten bir təsir göstərməyəcək. Doğru cavabımız C variantına uyğun gəlir. Dördüncü sual. Yuvarlaqlaşan zaman 600 alınan ən böyük və ən kiçik ədədin fərqini tapın. Sonunda 2 sıfır var. Ən böyük və ən kiçik ədədin fərqini tapmaq üçün sıfırların sayı qədər 9 yazmaq kifayətdir. Bu qaydadır. Asan formada cavabı tapmaq üçün. Düzgün cavabımız D variantına uyğun gəlir. 5-ci sual. Yuvarlaqlaşan zaman 1400 alınan ən kiçik və ən böyük ədədin cəmini hesablayın deyir. Ən kiçik və ən böyük ədədin cəmi üçün düsturumuz var. 2 vurulsun ədəd, bu ədədə n desək, çıxılsın 1. Bu düsturu bilmək lazımdır dəyərli dostlar, sualı test formada tapmaq üçün. Yuvarlaqlaşan zaman, məsələn, filan alınan ən böyük və ən kiçik ədədin cəmini tap deyirsə, həmin ədədi 2-yə vurub 1 çıxırsınız həmişə. İndi burada ədədimiz 1400-dür. 2-ni vurursunuz 1400-ə, alınan cavabdan 1 çıxmaq lazımdır. 2-ni 1400-ə vuranda 2800 edər. 1 çıxanda 2799 alacam. Düzgün cavabımız C variantına uyğun gəldi. 6-cı sual.
6500 A3 ədədində A-nın yerinə neçə müxtəlif rəqəm yazsaq, yüzlüklərə qədər yuvarlaqlaşanda 6600 alınır. Deməli, ədəd yüzlüklərə qədər yuvarlaqlaşır. Gəlin bunu belə yazaq. 6, 5, A3 təqribən bərabərdir. Yüzlüyə qədər yuvarlaqlaşdıranda nə edirik? Yüzlüklər mərtəbəsinin altından xətt çəkirik. Və A buna ya bir vahid kömək edəcək, yəni onu bir vahid artıracaq və yaxud da artırmayacaq. Bizə deyir ki, bu 6600-ə çevrilsin. Əgər bu 6600-ə çevrilibsə, deməli 5 artaraq 6 olub. Yəni plus 1 gəlib üzərinə. Onda belə çıxır ki, A necə rəqəmdir? Biz buna güclü rəqəmlər deyirik. Yəni 5-dən 9-a qədər olan rəqəmlərin hər biri ola bilər. 5, 6, 7, 8 və 9. A-nın yerinə neçə müxtəlif rəqəm yaza bilərəm? 5 dənə. Düzgün cavabımız E variantına uyğun gəlir. Növbəti 7-ci suala baxırıq dostlar. 8500 N7 ədədində N-in yerinə neçə müxtəlif rəqəm yazsaq, minliklərə qədər yuvarlaqlaşanda 9000 alınır. Yenə eyni qayda üzrə ədədimi yazıram. 8, 5, N, 7. Diqqətli oluram. Təqribən bərabərdir. Deyir bunu minliklərə qədər yuvarlaqlaşdır. Minliyə qədər yuvarlaqlaşdıranda 8-in altından xətt çəkirəm. 5 8-ə kömək edir və bu çevrilib olur 9000. N-in yerinə hansı rəqəmlər yaza bilərəm? Diqqət yetirsəniz, burada N-in heç bir faydası və yaxud zərəri yoxdur. Ədədin 9000-ə çevrilməsi üçün. Yəni N-in yerinə 0-da, 1-də və s. 9-a qədər olan bütün rəqəmləri yazsam, onun biləvasitə 8-ə təsir olmayacaq. Yəni 8-ə burada xeyri və yaxud ziyanı deyən bir şey varsa, o da 5 rəqəmidir. Demək ki, N-in yerinə bütün rəqəmlər deyəndə bildiyimiz kimi bizim 10 dənə rəqəmimiz var. 0-dan 9-a qədər olan işarələr. Bunların hər birini yaza bilərik. Diqqətli olursunuz, düzgün cavabımız A variantına uyğun gəldi. 8-ci sual. 4000 A173 ədədində A-nın yerinə neçə müxtəlif rəqəm yazsaq, ədəd yüzlüklərə qədər yuvarlaqlaşanda 4600 olar. Yüzlüyə qədər yuvarlaqlaşır, təqribən bərabər olur 4600-ə. İndi diqqət yetiririk. Burada 7 var A-nın sağında. Əlbəttə ki, bu 7 digər tərəfə, yəni sola bir vahid ötürür. Onu bir vahid artırır. Və nəticədə bu 6-ya çevrilib. Deməli, A-nın özü neçədir? A özü yalnız və yalnız 5 ola bilər. Yəni A-nın yerinə 5 yazanda bu hal mümkündür. Amma cavabımız C variantında olan 5 deyil. Çox diqqətli oluruq. Deyir A-nın yerinə neçə müxtəlif rəqəm yazsaq. Yəni neçə dənə rəqəm yaza bilərsən ki, bu 4600-ə çevrilsin. Əlbəttə ki, cəmi bir dənə rəqəm. Düzgün cavabımız E variantı olacaq. Bir qədər diqqətli oluruq. Yəni 5-i tapanda düşünməyək ki, cavab 5-dir. Əgər bizdən soruşsa ki, hansı rəqəmi yazsaq bu 4600-ə çevrilər, bəli, onda cavab 5 olardı. Amma deyir, neçə rəqəm yazsan, əlbəttə ki, bir dənə rəqəm yazanda bu mümkün olan işdir. Növbəti 9-cu suala baxırıq. Nə qeyd edir sualda? Rəqəmləri müxtəlif olan. Bu açar məqamlı dostlar. Bu sözü, bu ifadəni, bu birləşməni gördüksə dərhal altından xətt çəkirəm ki, nəzərimdən qaçmasın. 76000 A132. 76000 A132. Deyir, bu ədədi minliklərə qədər yuvarlaqlaşdıranda alınan ədəd əvvəlkindən kiçik olur. Minlik aradı təklik, onluq, yüzlük, minlik. Bax, buradır. Təqribən bərabərdir. Dostlar, əvvəlkindən kiçik olmaq nə deməkdir? Yəni, 6 ya arta bilib 7 olacaq, bir vahid A-dan kömək alacaq. Bu zaman 77000 olar. Ədəd onda artacaq. Amma bizə deyir ki, əvvəlkindən kiçik oldu. Deməli, 6 artmayacaq. Yəni, yerində qalacaq. Bu olacaq 76000. Onda belə çıxır ki, A-nı artırmayıbsa, deməli nədir? A ola bilər 0, 1, 2, 3 və 4 rəqəmlərdən hər hansı biri. Bizə deyir, A-nın ala biləcək qiymətlərin sayını tapın. Diqqətsiz yanaşsam birbaşa cavab nə götürəcəm? 5 götürərdim. Amma diqqət. Axı mən əvvəldə rəqəmləri müxtəlif olan hissənin altından xətt çəkmişdim. Burada 3 varsa ədədin özündə, təkrar 3 yazmaq olmaz.
Bu zaman rəqəmlər təkrarlanır. Burada 2 varsa, biz təkrar 2-ni yaza bilmərik. Yəni A-nın yerində 2 ola bilməz. Ona görə dəyərli dostlar, rəqəm ola bilər biri 0, biri ola bilər 1, biri də ola bilər 4. Əgər A-nın yerinə bunları yazsaq, yəni 0-ı, 1-i və yaxud 4-ü yuvarlaqlaşan zaman söhbət minliyə qədər yuvarlaqlaşdırmadan gedir. Ədəd əvvəlkindən kiçik olur və rəqəmləri müxtəlif olur. Deməli, A-nın ala biləcəyi qiymətlərin sayı 3 olacaq. Düzgün cavabımız C variantına uyğun gəlir. 10-cu suala baxırıq. Deməli, belə bir ədəddir 6 rəqəmli. Bu ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd 400 min alındı. A üstəgələk B bərabərdir 7 olarsa, B ən çox neçə ola bilər? Dostlar, bu ədədi təkrar yazıram sizin üçün buradan. 3A, 2, 5, B, 7. 6 rəqəmli bir ədədi təqribən bərabərdir. 100 minliyə qədər yuvarlaqlaşdıranda 100 minliyin altdan xətt çəkirəm. Deyir 400 min oldu. 400 min. 3 nə zaman 4-ə çevrilə bilər? Fikir verin, 3 4 olub burada. Əlbəttə ki, A 5-dən 9-a qədər qiymətlər alan zaman. Yəni A ola bilər 5, 6, 7, 8 və 9. Bunlardan hər hansı biri olacaq. Amma eyni zamanda B-nin də qiymətini nəzərə almalıyıq. Nəyə nəzərdə tuturam? Buradan da B-ni yazsaq, B bərabərdir. Axı bizə qeyd edir A ilə B-nin cəmi 7-dir. Əgər A-nın yerinə 5 yazsam, B 2 olacaq onda. Cəmi 7 olsun deyə. Əgər A-nın yerinə 6 yazsam, B olacaq 1. Cəmi 7 olsun deyə. Əgər A-nın yerinə 7 yazsam, B neçə olacaq? 0 olacaq. Artıq 8 və 9-u yaza bilmərəm. Çünki 8-in üstə nə gəlsəm 7 olar. Əlbəttə ki, yuvarlaqlaşdırmada biz bunu tapa bilmərik. Yəni, belə bir rəqəm olmayacaq. Söhbət burada rəqəmlərdən gedir. İndi burada B-nin ala biləcəyi qiymətlər 2 ola bilər, 1 ola bilər, 0 ola bilər. Ən çox neçə ola bilər? Ən çox 2 ola bilər. Yəni, B-nin yerinə biz ən çox 2 rəqəmini yaza bilirik. Düzgün cavabımız B variantı olur buna görə. 11-ci sual. 32 ilə 93 arasında neçə yuvarlaq ədəd var? Dostlar, yuvarlaq ədəd nədir? Sonu sıfırla bitən ədədlərdir. Məsələn, 32-dən sonra 40 ədədi buna nümunədir. 50 ədədini, 60 ədədini, 70 ədədini, 80 ədədini, bir də 90 ədədini burada götürə biləcəm. Amma 93-dən sonra 100 gəlir, onu götürə bilməyəcəm. Çünki 93-ü keçir. 1, 2, 3, 4, 5, 6. Deməli, bu aralıqda olan yuvarlaq ədədlərin sayı 6 olacaq. 12-ci sual. Deyir, bu ədədi hansı mərtəbəyə qədər yuvarlaqlaşdırdıqda ədəd azalır? Dəyərli dostlar, bu da çaşdırıcı sualdır. Diqqətli olursunuz. Variantlara baxsaq, daha doğrusu ədədin özünə baxsaq. Hətta ədədi biraz burada böyük formada yazım sizin üçün. 564.879 ədədidir. Ədəd azalırsa ilk baxışda adam ağlına nə gəlir? 4 zəif rəqəmdir. Yəni 0-dan 4-ə qədər bilirik ki, bunlar ədədi artırmır, azaldırlar. Və düşünmədən yazsaq cavabı minliklər mərtəbəsi D variantı yazarıq. Və bu da yanlış olar. Niyə? Əgər biz bu ədədi minliyə qədər yuvarlaqlaşdırsaq, ədəd azalmaz, əksinə artar. Minliyə qədər yuvarlaqlaşdıranda nə olur? Minliyin altından xətt çəkmişəm. 8 bu 4-ə kömək edəcək. Yəni bu 5-ə çevriləcək. 4-ü nəzərdə tuturam. Olacaq 565.000. Gördüyümüz kimi bayaq ədəd 564.879 idi. İndi nə oldu? 565.000 oldu. Demək ki, mən burada yanılıram. Minliklər mərtəbəsində olan 4 məni yanıltmamalıdır. Bəs işin sirri nədədir dostlar? İşin sirri ondan ibarətdir ki, bu artıq minliklər yox, 10 minliklər mərtəbəsi olacaq. Niyə? Çünki əgər biz 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırırıqsa, 10 minliyin sağındakı rəqəm minliklər mərtəbəsində yerləşən 4-dür. Bəli, 4 6-ya kömək edə bilmir. Daha dəqiq səsləndirsək, onu bir vahid artıra bilmir. Yəni, cavab olacaq 560.000. Diqqət yetirsəniz, axırıncı 0 biraz kiçik yazdım, eybi yox. Bayaq ədəd özü orijinal versiyada 564.879 idi. İndi 560.000 olub. Deməli, ədəd azalıb. Yəni, başqa sözlə, bu ədədi siz 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırsanız, ədədimiz azalacaq. Bax, bu tip suallarda çox diqqətli olursunuz. Çox asan sualdır əslində, amma asan olduğu qədər də çaşdırıcı sual tipidir.
13-cü suala baxırıq, dəyərli dostlar. Onluq kəsrlərin yuvarlaqlaşdırılması ilə bağlıdır. Əslində asandır. Sadəcə 10 da 1, 100 də 1 mərtəbəsini tanımaq lazımdır. Ədəd özü 4,78-dir. Təqribən bərabərdir. Deyir, bu ədədi 10-da 1-lər mərtəbəsinə qədər yuvarlaqlaşdır. 10-da 1-lər haradır? Bura təkliklərdir, bildiyimiz kimi. Vergüldən sonraki ilk rəqəm 10-da 1, növbəti 100-də 1, sonra 1000-də 1 və s. bu mərtəbələrlə gedir. İndi 10-da 1-lərə qədər yuvarlaqlaşdıranda eyni qaydadır. 4,78-də 7-nin altdan, yəni 10-da 1-lər mərtəbəsinin altdan xətt çəkirəm. 8 bu 7-yə 1 vahid kömək edir. Yəni edir onu 8. 7-nin özü 1 vahid olub, artıb olur 4,8. Yəni bayaq ədədim 4,78 idi, indi çevrildi oldu 4,8. Ədəd necə dəyişdi? Bunu tapmaq üçün baxıram ki, 4,8 daha böyükdür. Əlbəttə ki, yeni yarının ədəddən, yəni 4,8-dən bunun arxasına bir 0 atıram ki, rahat çıxa bilim. 4,78-i çıxacaq. 10-dan 8 çıxanda burada 2 qaldı. Burada 7-dən 7 çıxanda 0, burada da 0. Yəni cavab nə oldu? 0,2 vahid artır. Diqqətli olursunuz, düzgün cavabımız B variantına uyğun gəlir. Növbəti 14-cü suala keçid etdik. Deməli 14-cü sualda qeyd edir ki, yuvarlaqlaşan zaman 19.000 alınan rəqəmləri fərqli ən kiçik tək ədədi müəyyən edin. Dəyərli dostlar, bu tipli suallarda çox diqqətli olursunuz. Nələrə diqqət yetirməlisiniz? Rəqəmləri fərqli sözü var. Ən kiçik, bir də tək sözünə diqqət yetirirəm. Yuvarlaqlaşan zaman 19.000 alınan ən kiçik ədədi necə tapıram? Yəni hələ ki rəqəmləri fərqli və tək sözlərini kənara qoyuram. Mən qaydam üzrə yanaşma edəcəm. Əgər ədədin sonunda 3 dənə 0 varsa, ən kiçik ədədi tapmaq üçün, yəni hansı ki yuvarlaqlaşan zaman 19.000-dir, bundan 500-ü çıxacam cədvəl üzrə. Deməli, 19.000-dən 500-ü çıxsam edir 18.500. Bunu yazdıq. Bu, bunun minimaldır, dəyərli dostlar. Yəni, yuvarlaqlaşan zaman 19.000 alınan ən kiçik ədədimiz 18.500-dür. Rəqəmləri fərqli olsun, tək olsun, cüt olsun, nə olur olsun, alacağımız cavab bundan balaca olması mümkün deyil. Yəni, ən kiçik cavab 18.500 ola bilər. Amma diqqət yetirirəm. Deyir ki, rəqəmlər fərqli olsun. Rəqəmlər fərqli olsun deyirsə, 1 yerində qalsın. Yəni, 18.500, bura 0. Burada artıq 1-i yaza bilmərəm. Yəni 18.500-dən çox olmalıdır da növbəti. Yəni 18.500-dən aşağı mümkün deyil ən balaca. Çünki da bunun minimalı budur, belə deyim. Dostlar, burada 2 dənə 1-dən istifadə etdim. 18.500 1-dən. Demək ki, olmaz. Bura 2 yazıram onda. 18.502 olsun deyirəm, amma tək sözünü də unutmuram. Deməli, bu da olmaz. Onda 3 yazıram. Yəni, bütün bu şərtləri özündə cəmləyən ədəd 18.503 olacaq. Doğru cavabımız C variantına uyğun gəlir. Bəzən müəllimlərdən B variantını düşünənlər də olur. Diqqətli olun, deyirlər bu da rəqəmlər fərqlidir. Dəyərli dostlar, izahını da verim sizin üçün. 18.497 ədədini siz yuvarlaqlaşdırsanız, heç zaman 19.000 ala bilməzsiniz. Axı 4 8-ə kömək edə bilmir. Bu 18.000 olar. Yəni, bax, bu çaşdırıcı məqamdır. Ümumi olaraq qeyd edim ki, yəni bax bunun minimalı budur, yenə qeyd edirəm. Yəni rəqəmləri fərqli falan deyirsə, artıq minimalın üstündə bir şey axtaracaqsınız. Ən kiçiyi tapan zaman. Ümid edirəm anlaşıldı. Yəni bax bu açar məqamdır. Buna diqqət və riayət etmək lazımdır. Növbəti 15-ci suala qədəm qoyduq. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 600 alınan rəqəmlərin müxtəlif ən kiçik tək ədədinin rəqəmləri cəmini tapın. Normalda dostlar, biz yuvarlaqlaşan zaman 600 alınan ən kiçik ədədi tapmaq üçün nə edirik? 50 çıxardıq bundan, olardı 550. Diqqətli olun. Rəqəmlər müxtəlif deyirsə, 5-dən sonra 6 yazardım. Bura 0. Amma tək deyir. 561. Yəni belə yazardım. Cavab bu deyil ha. Sadəcə yəni normal şərtlər daxilində əgər bu hissə olmasaydı, yuvarlaqlaşdırdıqda 600 alınan rəqəmləri müxtəlif ən kiçik tək ədəd deyirsə 561-i götürərdim. Amma burada bir açar məqam var. O da nədir? Onluğa qədər yuvarlaqlaşdırdıqda 600 alınıb. Dəyərli dostlar,
Əgər ədədin sonunda 2 dənə sıfır varsa, normal şərtlər daxilində bu ədəd yüzlüyə qədər yuvarlaqlaşıb deyirik. Amma elə hal ola bilər ki, ədəd onluğa qədər yuvarlaqlaşır. Ədədin sonunda 2 dənə, 3 dənə, 4 dənə sıfır da yarana bilər. Bu nə zaman olur dostlar? Bunu qeyd edin. Bəli, bu 500 neçəsi ədədidir. Amma bura 9 yazacağam artıq. 590 neçəsi olmalıdır. Diqqət yetiririk. Onluğa qədər yuvarlaqlaşacaq. Yəni bu mərtəbəyə qədər yuvarlaqlaşacaq. Bəs axırıncı yerə nə yaza bilərəm? Axırıncı yerə, yəni təkliklər mərtəbəsini nəzərdə tuturam. Məsələn, 1 yazsam və ya 0 yazsam, 0 ümumiyyətlə olmaz, bizə tək deyil. 591-i onluğa qədər yuvarlaqlaşdırsam 590 olacaq. Deməli, 595-dən başlaya bilərəm. Yəni 595 yuvarlaqlaşdırsam 600 olacaq. Amma rəqəmləri müxtəlif deyir. Burada 2 dənə 5 oldu. Deməli 6-nı yazmalıyam. 596. Amma 596 cüt ədəddir. Deməli bu da olmaz. Onda olacaq 597. Yəni onluğa qədər yuvarlaqlaşdırıram. Fikir verin. 7 9-a kömək edir. Yəni onu bir vahid artırır. Amma 9-dan böyük rəqəmim yoxdur. Deməli 9 özündə olan o bir vahidi də qabağa atacaq. Yəni 5-i də çevirib edəcək 6. Yəni nəticədə 597 ədədi onluğa qədər yuvarlaqlaşsa da 600-ə çevrildi. Rəqəmlər müxtəlifdir. 5, 9, 7. Bəli. Təkdir? Bəli. Onluğa qədər yuvarlaqlaşıb? Bəli. Bütün bu şərtləri özündə cəmləyən ədədimiz 597 oldu. Bunu da rəqəmləri cəmi 5-in üstə 9 gəlsəm 14. 14-ün üstə də deməli 7-ni gəlsəm edəcək 21. B variantımız düzgün cavab olur. 16-cı suala baxırıq. Yuvarlaqlaşan zaman 4550-la rəqəmləri müxtəlif neçə ədəd var? Dostlar, rəqəmləri müxtəlif deyir. Yuvarlaqlaşan zaman 4550-la ən kiçik ədədimiz neçədir? Ədəddən 5 çıxaram. 4545-dir. Bunu aşağı hissədən yazın. Ən minimalı 4545. Ən çox neçə ola bilər? Üzərinə 4 gələrəm. 4554 olacaq. 4554-dən balaca nə var? 4553 var və s. yaza-yaza gələ bilərəm. Burada da 4546 var, 47, 48 və s. Hamısını yazsaq, dostlar, hamısını yazmıram. Fikir verin, burada 2 dənə 4-lər iştirak edir. 4540 neçələrdə, burada da 4550 neçələrdə 5, 5, 5, 5. Yəni rəqəmləri müxtəlif və yuvarlaqlaşan zaman 4500 alınan elə bir ədəd mövcud deyil. Ona görə düzgün cavabımız C variantına uyğun gələcək. Bütün ədədlərdə rəqəmlər təkrarlanır gördüyümüz kimi. Sual 17. A ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd 235 vahid dəyişərək 4000 oldu. A-nın ala biləcəyi qiymətlərin cəmini hesablayın. Dəyərli dostlar, ədəd minliyə qədər yuvarlaqlaşanda 235 vahid dəyişir. Bu dəyişim nədir? Yəni, ya artıb, ya azalıb. 235 vahid azalıbsa, deməli 4000 üzərinə 235 gəlirəm, olur 4235. Yəni 4235 ədədi minliyə qədər yuvarlaqlaşanda 4000 olur, 235 vahid azalaraq. Bir dəfə də 4000-dən 235-i çıxacam. 4000-dən 235-i çıxsam edir 3765. 3765 ədədini də minliyə qədər yuvarlaqlaşdırsaq, 7 3-ü bir vahid artıracaq, olacaq 4000. Bu dəfə isə 3765 ədədi 235 vahid artaraq 4000-ə çevrilib. Deməli, A-nın ala biləcəyi qiymətlərdən biri 4235-dir, biri də 3765-dir. Bunların cəmi olacaq 8000. Doğru cavabımız C variantına uyğun gəldi. Növbəti 18-ci suala baxırıq. 5MNK müxtəlif rəqəmli ədədini, bax, müxtəlif rəqəmli artıq açar sözdür, altından dərhal xətt çəkirəm. Yüzlüyə qədər yuvarlaqlaşdırdıqda ədəd artaraq 5900 oldu. Ədədi təkrar yazıram. 5MNK təqribən bərabərdir. Yüzlüyə qədər yuvarlaqlaşdırırıq dostlar. Yüzlüyə qədər yuvarlaqlaşdıranda yüzlüyün altdan xətt çəkməliyik. Qaydamız budurmu? Bəli. Və bu çevrilib 5900 olur. İndi nəyə diqqət yetirirsiniz? Burada bir açar söz var. Deyir, ədəd artaraq 5900 oldu. Artaraq nə deməkdir? Yəni, M-in sağında yerləşən N ədədi, yəni N rəqəmi, buna bir vahid kömək edib. Artaraq 9-a çevrilib bu. Onda belə çıxır ki, M özü necə rəqəmdir? Daha doğrusu, hansı rəqəmdir? 8-dir.
Yəni bu 5800 neçə olub? Yüzlüyə qədər yuvarlaqlaşanda 5900-ə çevrilib. Əla, m-in qiymətini tapdım. Digər tərəfdən də əgər n m-ə kömək edibsə, n özü necə rəqəmdir? 5-dən 9-a qədər olan rəqəmlərdən biridir. 5, 6, 7, 8, 9 rəqəmlərinin hər hansı bir qiyməti alacaq. Amma diqqət yetirirsiniz ki, rəqəmləri müxtəlif idi. Bizə burada ən kiçik qiyməti deyirsə, m-in qiyməti bəllidir. M-in yerinə yazdım 8. Bura oldu 8. Üstəgələk. Sonra n-in qiymətinə baxıram. N-in yerinə ən az 5 yaza bilərdim. Amma 5 artıq təkrarlanıb. Yəni var da burada ikinci dəfə 5 olmaz. Ona görə 6 yazacağam. K-nın yerinə neçə yaza bilərik dostlar? K-nın yerinə ən az 0 yaza bilərəm də. Bununla bağlı məhdudiyyət varmı? Yox. Yəni ədəd özü olsun 5860 ədədi. Vəssalam, yəni bütün bu şərtləri ödəyə bilir. Yəni burada əminlik üçün sizə göstərim. Yəni cavab neçə oldu? 806 gələndə 14. A variantı. Əminlik üçün burada yazıram. Bu isə daha yaxşı olacaq fikrimcə. 5860. Görə bütün şərtləri ödəyirmi? Təqribən bərabərdir. Deməli, yüzlüyə qədər yuvarlaqlaşanda 8-in altından xətt çəkirəm. Bəli, 5900-ə çevrilir. Rəqəmlər müxtəlifdir. Əla. Yəni doğru cavab A variantı olduğunu bir daha təsdiq edirik dostlar bununla. Sonra növbəti 19-cu suala keçid edəcəyik. 19-cu sualda 760 neçəsə bir ədəddir. Deyir, bu ədədi onluqlara qədər yuvarlaqlaşdırdıqda müxtəlif rəqəmlə də alınır. 7, 6A təqribən bərabərdir. Onluğa qədər yuvarlaqlaşdırır. Onluq haradır? Buradır. Onluğa qədər yuvarlaqlaşdıranda ya A bir vahid buna kömək edəcək. 760 neçə ədəd olacaq? 770. Amma şərtdə mənə deyir axı. Deyir ki, müxtəlif rəqəmlə də alınır. Axı 770 müxtəlif rəqəmli deyil. 2 dənə 7 var. Onda bu 760-a çevrilib. Yəni A rəqəmi 6-ya bir vahid kömək etməyib. Onu bir vahid artırmayıb. Onda A necə rəqəmdir? Zəif rəqəmdir. 0, 1, 2, 3 və 4 qiymətlərini ala bilər. A-nın yerinə bunları yaza bilərik. Ümid edirəm anlaşıldı. Deməli, A-nın ala biləcəyi qiymətlər bunlardır və bunları cəmləmək lazımdır. 2 üstəgəl 1 edir 3 üstə 3, 6 üstəgəl 4 edir 10. Düzgün cavabımız D variantına uyğun gələcək. Dostlar, videonu bura qədər izləmişsiniz, lakin hələ bəyənməmişsiniz, zəhmət olmasa bəyənirik. Video bitdikdən sonra da paylaşmağı unutmursunuz. Ümid edirəm suallarımız maraqlı gəlir sizə. Və nəhayət 20-ci suala qədəm qoyduq dəyərli dostlar. 54678 ədədini yüzlüklərə və onluqlara qədər yuvarlaqlaşdırsaq, alınan ədədlərin cəmi neçə edər? Gəlin baxaq bir-bir. Deməli, əvvəlcə bu ədədi yazıram. 546.000, daha doğrusu 54678. Bir dənə də yazıram. 54678. Təqribən bərabərdir, təqribən bərabərdir. Nə yazırıq? Əvvəlcə yüzlüyə qədər yuvarlaqlaşdırıram. Təklik, onluq, yüzlük. Yüzlük buradır. Deməli, 5, 4, 6 bir vahid artacaq. Yəni 7 bunu bir vahid artıracaq, olacaq 54700. Növbəti mərhələdə deyir, onluğa qədər yuvarlaqlaşdır. Onluğa qədər yuvarlaqlaşdıranda budur. Deməli, 5 yerində qaldı, 4, 6, 7 bir vahid artıq olacaq, 8. Yəni bizim istədiyimiz ədədlər bunlardır. Biri 54700-dür, digəri də 54680-dir. Bunların cəmi nədir? 109380. Doğru cavabımız C variantına uyğun gəldi. Belə dəyərli dostlar, bununla da izahımız yekunlaşdı. Ümid edirəm faydalı bir video oldu. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.